Arvad ayvana çıxıydı. At səsini çıxarmıydı. Damdan baxa duruydu. Mən seyvana çıxan kimi başı Arvad həmişə deyirdi, ay kişi deyirdi. Mən neçə dəfə çıxıyam deyirdi, müayinə eləmirəm. Demədə at qaranlıqda görür. İnsan kimi deyil o. Və məni hiss eləyir mən çölə çıxanı. Mən çölə çıxan kimi, yəni mən buradayam, məni unutma. Yox, mən onu elə gün olmayıb ki, biz çöldən gələk, hardansa gələk. Mən onu tam rahlayıb, qabağını, otunu, arpasını, hər şeyi verəndən sonra geydim evə çörək yeməyə. Onu razı salmayıb, çörək yeməyə yetmiydim mən. Buna elə baxmışam mən. Bunu da bütün qonum qonşamı bilir. Yayıq ki, mənim atım yumurta kimi oluydu, yup yumuru. Baxan deyir, sən bunu işlətməyəcəm, deyir, onu da işlətiyəm. Deyir də, bəs nə yaxşı öyle, heç candan düşmüyor. Deyir, qardaş, mən ona baxıyam. Dost kimi bax, dost kimi də işlət. Deyirlər, atı dost kimi bax, düşman kimi işlət. Niyə? Dost kimi bax, dost kimi də işlət də.